Salam, hörmətli qrup üzvləri. Bugünkü mövzumuz ümumi təhsilin dövlət standartlarıdır. Standart ümumiyyətlə nədir? Standart tələbdir. Dövlət standartı nə deməkdir? Deməli, dövlət tərəfindən qoyulmuş bir tələbdir, verilmiş bir tələbdir. Və dövlət standartları minimum normaları müəyyən edir və ən azı 5 il müddətinə qüvvədə qalır. Ən azı 5 il müddətində. 7 ildə qala bilər, 8 ildə, 6 ildə, amma ən azı 5 il bax bu təsdiq olunmuş standartlara heç bir müdaxilə edilmir. Yəni heç bir dəyişiklik, yenilənmə olmur. Təsdiq olunubsa da 5 il müddətinə qüvvədə qalır. Və ümumi təhsilin ümumiyyətlə standartlar, ümumiyyətlə təhsil standartları, istər ümumi təhsilin standartı olsun, istər məktəbə qədər təhsil üçün standartlar olsun, peşə təhsili üçün, bunlar ən azı 5 il qüvvədə qalır və təsdiq edən qurum Nazirlər Kabinetidir. Yəni ümumi təhsilin dövlət standartları Nazirlər Kabineti tərəfindən təsdiq olunmuşdur. Bu hissədə 2010-cu il göstərilir. Amma bu 2010-cu ildə göstərilən nədir? Bu əvvəl 2010-cu ildə təsdiq olunub bu sənəd. 2010-cu ildən sonra da 2020-ci ildə təsdiq olunub. Sizin oxuyacağınız sənəd 2020-ci ildə təsdiq olunmuş sənəddir. 2010 yazıldığına baxmayın. Sadəcə olaraq orada qüvvədən düşmüş hesab edilsin. Hansı sənəd qüvvədən, baxın bu hissədə düşmüş hesab edilsin deyilir. Yəni 2010-cu ildə təsdiq olunmuş, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş sənəddən gedir söhbət. Bəzən bunu müdavimlər qarışdırır bu hissəni. Ki, niyə 2010 yazılıb, sonra 2020? Bax, bu formada nəzərdə saxlayın. Deməli, 2020-ci ildə 29 sentyabrda ümumi təhsilin dövlət standartları Nazirlər Kabineti tərəfindən təsdiq edildi. Hal-hazırda da həmin standartlar tətbiq olunmaqdadır. Ümumiyyətlə, standart bayaq da dedik, standart dövlət tərəfindən qoyulmuş bir normadır, verilmiş bir normadır. Yəni, ümumi təhsildə hər bir şey ən azı bu cür olmalıdır. Hər bir şey dedikdə nəyi nəzərdə tuturam? Baxın, bu hissədə göstərilir. Ümumi təhsilin məzmunu, idarə olunması, maddi-texniki bazası, infrastrukturu, təhsil verənlərin keyfiyyət göstəriciləri, təhsil alanların bilik, bacarıq vərdişlərinin səviyyəsi, təhsil alanlarda formalaşdırılan səriştələr, sonra ümumi təhsildə tədris edilən məşğələ və fənlər üzrə təlim nəticələri, tam orta təhsil səviyyəsinin təşkili, burada ayrıca tam orta təhsil səviyyəsinin təşkili göstərilir. İndi həmin hissələrə inşallah o hissələri izah eləyəndə qeyd eləyəcəm. Amma qısaca deyim ki, burada tam orta təhsil səviyyəsində təhsilin təşkilində fərqlilik var. Bu da təmayül siniflərin olması. Bəzən təmayül siniflər təşkil olunur, bəzən də olunmur. Yəni, buna görə tam orta təhsil səviyyəsinin təşkilinə ayrıca burada tələb kimi göstərilir. Hansı formada təşkil olunmalıdır. Sonra həftəlik dərs və dərsdən kənar məşğələ saatlarının miqdarı. Yəni, bir həftə ərzində, baxın, ümumi təhsilin səviyyəsi üzrə qeyd olunur. Yəni, bir həftə ərzində, həftəlik çünki qeyd olunur burada. Bir həftə ərzində, məsələn, ibtidai təhsil səviyyəsində neçə saat dərs və dərsdən kənar məşğələ var? Ümumi orta təhsil səviyyəsində neçə saat? Tam orta təhsil səviyyəsində neçə saat? Dərs və dərsdən kənar məşğələ saatları var. Sonra pedaqoji tələblər, burada pedaqoji prosesin tamlığı, sonra şəxsiyyət yönümlülük, bunu yəni kurikulumada hazırlaşanda bu hissələrə diqqət edirlər. Çünki miqə düşür də, miqə də düşür bu hissələrdən. Ümumiyyətlə, dövlət standartlarının həm miqə, həm də direktorların işə qəbuluna, müavinlərin işə qəbuluna düşür. Çünki bu çox vacib sənədlərdən biridir. Sonra şagird nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi. Sizin bu sənəddə oxuyacağınız, baxın, bunlardır. Və bunlar da diqqətlə fikir versəz, ümumi təhsil bunlardan ibarətdir də. Başqa nə qaldı ki? Heç nə. Nə qaldı? Müəllim, şagird, idarə etmə, məzmun, hamısı qeyd olundu. Deməli, bunların hamısı haqqında bu sənəddən məlumat alacaqsınız. Yəni, bu sənəd deyir ki, ümumi təhsil ən azı belə olmalıdır.
Daha yaxşısını, daha çoxunu bacarırıqsa da nə gözəl. Amma ən azı heç olmaya belə olsun. Belə deyək də. Və 5 il müddətinə qüvvədədir, bayaq da dedim. Və bax bu dövlət standartları məzmun standartı və kurikulumların hazırlanmasında əsas götürülür. İndi burada bu hissədə baxırsınız, ümumi təhsilin məzmunu göstərilir. Məsələn, dövlət standartları nələri müəyyən edir deyəndə deyirik ki, məzmun. İndi baxırsınız, məzmun burada izah olunur. Gəlin görək məzmun necə izah olunur. Məzmun dedikdə nədir? Bir hekayə oxuyursunuz, deyirəm ki, məzmunun nədən ibarətdir? Siz mənə qısaca o məzmun haqqında danışırsınız. Eynən ümumi təhsilin məzmununda da. Ümumi təhsilin məzmununda mərkəzdə kimdir? Şagird. Deməli, şagird haqqında danışacağıq da bu məzmunda. Hər bir şey şagird üçündür, belə deyim. Bir şagirdi yetişdirmək üçün. Ona görə də baxırsınızmı, ümumi təhsilin məzmununa dair tələblər deyəndə hər bir məqam şagirdin inkişafı üçün nəzərdə tutulur. Yəni, fərdin, dövlətin, cəmiyyətin maraq və tələbatının nəzərə alınması. Yəni, zamanın tələbi. Qısaca gəlin belə deyək də, zaman nəyi tələb edir o? Bu zamanın tələbi hamı üçün maraqlıdır. Bugünkü gün zaman nəyi tələb edir? Bir şagirdi biz inkişaf elətdiririksə də zamanın tələbinə görə inkişaf elətdirək. Zamanın tələbinə görə də bilirsiniz ki, dərsliklər də dəyişir, proqram da yenilənir, standart da yenilənir və niyə yenilənir? Çünki şagird zamanın tələbinə uyğun formalaşdırılsın. Belə, keçirik sonraki bəndlərə. Deməli, zamanın tələbinə uyğun dedik. Və təhsil alanların əqli, fiziki, mənəvi, estetik inkişafı, müstəqil əmək və təhsil həyatına hazırlanması, sonra nəzəri biliklərlə yanaşı praktiki deməli biliklərə yiyələnmiş şəxsiyyətin formalaşması, sonra səriştələrin, baxın, müstəqil həyatda təhsil alanlar üçün faydalı olması. Yəni, onlarda elə bir səriştələr formalaşdırmalıyıq ki, indi onun haqqında, səriştələr haqqında bizim ayrıca bəndimiz var. Burada oxuyanda da görəcəksiniz. Deməli, elə formalaşdırmalıyıq ki, onlar müstəqil həyatda onu tətbiq eləsin. Potensialın reallaşdırılması və inkişafı üçün etibarlı zəmin yaratmaq. İstedadın reallaşması deyək. İstedad aşkara çıxarılmalıdır və onu reallaşdırmaq üçün şagirdə şərait yaradılmalıdır. Gördünüzmü? Həmişə dediyimiz bir şeylərdir. Kurikulumda da dediyimiz bir şeydir. Kurikulum dediyimiz də nədir? Kurikulum dediyimiz də proqramdır da. O proqram özü də standarta uyğun hazırlanır. Yəni, prosesin hamısı yəni bir şagirdin hər tərəfli inkişaf üçündür. Və məzmuna da əlbəttə ki, bu tələb qoyulacaq. Məzmun hansı prinsiplər əsasında hazırlanır? Bu hissədə göstərilir. Dünyəvilik, baxın, məzmun hansı prinsip əsasında hazırlanır? Hansı prinsiplər? Dünyəvilik, şəxsiyyət yönümlülük, şagird yönümlülük, nəticə yönümlülük, varislik, inteqrativlik prinsipləri əsasında hazırlanır məzmun. Dünyəvilik nədir? Təhsilimizin dindən ayrı olması. Şəxsiyyət yönümlülük nədir? Bir fərdi şəxsiyyət kimi formalaşdırmaqda, yetişdirmək. Yəni, təkcə bilikli alim yetişdirmək yox da, belə deyim. Bunu çox istifadə edirik bu sözdən. Bizə alim də yetişdirək, amma alimdə insaniyyəti də formalaşdıraq. Bax, bu şəxsiyyət yönümlülüyün məqsədi budur. Yəni, onlarda dəyərləri də formalaşdırmaq. Ona görə də şəxsiyyət yönümlülük prinsipi də mütləq ki, nəzərə alınmalıdır. Şagird yönümlülük də məlum məsələdir. Şagird mərkəzdədir, şagirdin maraqlarına uyğun olmalıdır proses. Şagirdin marağına uyğun dedikdə, şagird istədiyini eləməlidir demək deyil. Şagirdin marağına uyğun, yəni şagirdin bacarığına uyğun, potensialına uyğun. Bax, o diferensial yanaşma deyirik, fərdi yanaşma deyirik. Bax, bunların hamısının nəzərə alınması.
Yəni o necə öyrənə bilir, necə oxuya bilir, necə daha yaxşı mənimsəyir, onun marağı nəyədir? Onun bir şagirdin bütün şagirdlərin sualları eyni tipli, əgər öyrətmək istəyirsə də şagirdi eyni tipli olmamalıdır, fərqli olmalıdır. Çünki hərənin özünün potensialına uyğun şagirdin tapşırığı olmalıdır və s. Bu şagird yönümlülükdədir də. Sonra nəticə yönümlülük məlum məsələdir. Bugünkü günü hər bir şey nəticə yönümlü olmalıdır. İdarə etmədə, sinifdə keçdiyiniz dərsdə, sinifin sonunda əldə etdiyiniz, nələr əldə etmisiniz, nə bacardıq, bax, o da nəticə yönümlülük deməkdir və s. Varislik nədir? Əldə olunmuş təcrübələrin növbəti nəslə ötürülməsi. Bax, bu təhsildə, ümumi təhsildə, dərs prosesində, təhsil prosesində əldə olunmuş təcrübənin nəsildən nəslə ötürülməsi və inteqrativlik. İnteqrativlik də, yəni əlaqələrin yaradılması. Məzmun hazırlandıqda bu prinsiplər əsasında hazırlanır. Burada da qeyd olunur ki, şagirdlərin ümumi inkişafına xidmət etməyən, tətbiqi və tərbiyəvi xarakter daşımayan, milli və ümumbəşəri mənəvi dəyərlərə zidd olan, elmi cəhətdən təsdiqini tapmayan, mübahisə doğuran və məzmunu ağırlaşdırılan az əhəmiyyətli, ikinci dərəcəli məsələlərin daxil edilməsi yol verilməzdir. Ümumi təhsilin məzmununa. İdarə etməyə keçək. Növbəti bəndimiz idarə etmə ilə bağlıdır. İdarə etmə hansı prinsiplər əsasında həyata keçirilməlidir? Təhsilin idarə edilməsi. Baxın, biri var müəssisənin idarə edilməsi. Məsələn, ümumi təhsil müəssisəsinin idarə edilməsi aşkarlıq, şəffaflıq, demokratiklik prinsipləri əsasında həyata keçirilir. Ümumi təhsilin idarə olunması. Müəssisənin, üzr istəyirəm. Ümumi təhsil müəssisəsinin. Nəinki ümumi təhsil, elə bütün təhsil müəssisələrinin. İdarə edilmə ümumi təhsil müəssisəsinin, bax burada açar söz müəssisə sözüdür. Müəssisənin idarə olunması, aşkarlıq, şəffaflıq, demokratiklikdir. Bir də var təhsilin idarə olunması. Bu tamam başqa mənadır, başqa anlayışdır. Ümumi təhsilin idarə olunması isə hesabatlıq, məsuliyyətin bölüşdürülməsi, bu hissədə baxın göstərilir, inkişafın monitorinqi. Və bunların hər birinin açıqlaması var. Burada göstərilir. Hesabatlılıq nədir? Baxın, təhsilin idarə olunmasında hesabatlılıq nədir? Hesabatlılıq, daha doğrusu mən, baxın, bu hissəni bu cür işarə edim ki, belə. Hesabatlılıq nədir? Hesabatlılıq nəyi təmin edir? Hesabatlılıq cavabdehliyi və məsuliyyəti təmin edir. Adından da bəllidir. Hesabat vermə. Məsələn, direktor hesabat verir müəllimlərə. Gördüyü işlərlə bağlı. Direktor o zaman hesabat verəcəyini və yaxud da yuxarı qurumlar qarşısında da ola bilər bu. Baxın, biləndə ki, biz hesabat verməliyik, o zaman məsuliyyətimiz daha çox olur da. Daha məsuliyyətindən yanaşırıq o işə ki, mən sonda nə cavab verəcəm cəmaata, belə deyim. Mən sonda nə cavab verəcəm. Buna görə də çalışırıq ki, nələrsə də edək ki, hesabat verəndə də bir deməyə sözümüz olsun da. Eləcə də bu tək direktora aid deyil. Eləcə də bax, məsələn, müavin direktora hesabat verməlidir. Direktor o hesabatı tələb etməlidir ki, həftə sonunda günlük ola bilər, həftəlik, aylıq ola bilər. İndi o baxır da, müəssisənin daxilində necə tənzimləyirsiniz, sizə necə uyğun ola bilər, o cürdə eləyə bilərsiniz. Günlük də qısa bir şeylər ola bilər. Məsələn, həftəlik olsa, məsələn, həftə sonunda nə işlər gördünüz? Hansı monitorinq apardınız? Hansı dərs dinləməni təşkil etdiniz? Hansı tədbirlər təşkil olundu? Tədrisin inkişafı ilə bağlı. Və yaxud da təşkilatçıdan hesabat tələb edirsiniz. Hansı tədbirlər təşkil olundu? Məktəbdən kənar və sinifdən xaric işlər üzrə təşkilatçıdan gedir söhbət. Bəzən buna müavin deyirlər, müavin deyil. Bu təşkilatçıdır. Qısaca təşkilatçı deyil. Hansı işləri gördünüz? Hansı tədbirləri keçirdiniz? Məsələn, təhsil alanlarda dəyərləri formalaşdırmaq üçün hansı tədbirlər təşkilləmisiniz? Dəyərlər dedikdə burada çoxdur da. Vətənpərvərlik ola bilər, bunun istiqamətləri çoxdur. Ailə dəyərləri ola bilər və s.
psixoloqdan hansı tədbirləri keçirdiniz? Baxın, görürsüz, direktor bunların hər birindən həftəlik, aylıq, birinci yarım ilin sonunda, ikinci yarım ilin sonunda, illik və s. hesabatlar deməli tələb etməlidir. Və bu öz növbəsində əlbəttə ki, direktor da yenə deyirəm, üst qurumlara hesabat verir. Və yaxud da ki, fən metod birləşmələrinə, məsələn, müavin fən metod birləşmələrindən hesabat tələb edir. Təşkilatçı kimdən hesabat tələb edə bilər? Məsələn, təşkilatçı əməkdaşlıq eləyir sinif rəhbərləri ilə, müəllimlərlə, uşaq birliyi ilə bu cür deməli əməkdaşlıqlar edir və onlardan hesabat tələb edə bilər və s. Bu hesabatlılıq bu formada təmin olunur. Və nə iş gördün? Sözü bizim məsuliyyət bizə yükləyir, belə deyim. Məsuliyyətli edir bizi. Nə iş gördün deyə mən nə cavab verəcəm? Buna görə də iş görməyə çalışır. Sözsüz ki, işini bilən bu nə iş gördün sualına görə işini görməməlidir, sözsüz. Amma yenə də idarəetmə prosesində bu hesabatlılıq məsələsi bu cür qəbul olunur. Keçirik məsuliyyətin bölüşdürməsinə. Məsuliyyətin bölüşdürməsinə mən qısaca olaraq izah edəndə deyirəm ki, bu bir vəzifə bölgüsü deməkdir. Vəzifə bölgüsü. Vəzifə bölgüsü olduqda prosesə çevik nəzarət edə bilirik. Çevik nəzarət. Məsuliyyət bölüşdürməsi demokratikliyi, şəffaflığı, sistemlilik yaradır idarəetmədə. Bax, məsuliyyətin bölüşdürülməsi dedikdə, məsələn, təsərrüfat müdirinin özünün vəzifə öhdəlikləri var və bu işləri görməlisən də, hərənin özünün əmək funksiyası var, ona uyğun da vəzifə bölgüsü olmalıdır. Vəzifə bölgüsü də nəyi təmin edir? Çevik nəzarəti. Çünki bir rəhbər və yaxud da bir müavin, bu sinif daxilində sinif rəhbəri də eləyə bilər bunu. Bu idarə etmə dedikdə, baxın, sinif də idarə olunur, məktəb də idarə olunur. Baxın, məktəb idarə olunur, direktorun, ümumiyyətlə, məktəb idarə olunur direktor tərəfindən. Axı, direktor da öz növbəsində vəzifə bölgülərini təmin edir, iş tapşırır. İşi tapşırmaq deyirik buna, deyirik. Və sonda da bundan hesabat tələb edir. Görürsünüzmü, yenə vəzifə bölgüsünün gəldiyi hesabatlılıqla. Çünki bunlar hamısı, oxuduqlarımızın hamısı bir-birlə əlaqəlidir. Direktor həm müavinin, həm təşkilatçının, həm tədbir təşkilləsin. Həm, məsələn, müavinlə əvəzinə tutaq ki, metod birləşmələrini iş görsün. Həm uşaq birliyinin əvəzinə, həm psixoloqun, həm təsərrüfat müdirinin çatdıra bilərmi? Xeyr. Nəzarət necə ola bilər? Birinin dalınca gedəndə o biri iş qalacaq. Nəzarət də burada zəifləyəcək. Deməli, ən yaxşısı necədir? Hərənin özünün əmək funksiyasına, vəzifə funksiyasına uyğun iş tapşırırsınız. Bu özü elə məsuliyyətin bölüşdürülməsi deməkdir. Məsuliyyət bölüşdürürsünüz. Belə olan halda sizin də işiniz bütün bunların hamısına nəzarət etmək olur. Və yaxud da müavin öz növbəsində məsuliyyət bölüşdürə bilər. Metod birləşmələrinin tərkibində, fən müəllimlərinin tərkibində və s. İnkişafın monitorinqi nədir? İnkişafın monitorinqi bəs nəyə təmin edir? İnkişafın monitorinqi idarə etmədə dəyişikliklərin aparılmasını təmin edir. Bəs inkişafın monitorinqi, monitorinq adından da bəllidir. Monitorinq deməli, kimlərin monitorinqi? Kimi? Həm təhsil verəni, həm də təhsil alanı. Burada da göstərilir. Deyir, şagird nailiyyətlərinin və pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin dinamikasının izlənməsi yolu ilə perspektivlərin müəyyənləşdirilməsi, idarəetmə sistemində dəyişikliklərin aparılması. Bu, inkişafın monitorinqi nəzərdə tutulur. Deməli, inkişafın